Bugün əhəmiyyətli bir mövzu haqqında danışmaq istəyirəm. Pasientlərimə deyirəm, amma bəzən olur, vaxt qısa olur, detalları anlada bilmirəm. Bəzən pasient gəlir ki, doktor, mənim işim kompüterləndir. Mən səhərdən axşama qədər kompüterlə işləyirəm. Proqramistəm, IT mütəxəssisi və baxırsan ki, bu adam işi odur, ömrünün axırına qədər kompüterlə işləməlidir. O zaman nə etməliyik? Əgər bir insan ömrünün axırına qədər kompüterin arxasında olacaqsa, bunun da mütləq bir qaydası olmalıdır ki, bu işi insanın səhhətinə, sağlamlığına zərər verməsin. Bunun üçün oxuduqlarımın əsasında mənim belə bir təklifim var. Deyirəm ki, pasientlərimizə, əgər saatlarla kompüter arxasında oturacaqsınızsa və bu işinizi uzun illər boyunca sizə zərər vermədən davam elətdirmək istəyirsinizsə, o zaman mənə qulaq asın. Nədir mənim təklifim? Bir saatın içərisində 50 dəqiqəsini işimizə veririk, 10 dəqiqəsini özümüzə ayırırıq. O 10 dəqiqənin də yarısını, 5 dəqiqəsini akkomodasiya əzələlərimizi dincəltməkdən ötürü ya gözümüzü yumuruq, sanki mürgülüyürmüş kimi, yəni heç bir şeyə baxmırıq, əzələrimiz boşalsın və ya əgər balkon, pəncərə varsa və qabağında bir bina yoxdursa, çox uzaqlara, kilometr yarım, 2 kilometr uzağa qədər baxa biləcəyimiz bir mühit, atmosfer obyekt varsa, pəncərədən balkona maksimum dərəcədə uzağa baxırıq. O 5 dəqiqənin. İkinci 5 dəqiqədə isə davamlı oturduqlarına görə qan dövranı pozulur. Streç hərəkətləri eləyirik, dartınma hərəkətləri. İndi bilmirəm, məktəbdə var mı, böyük ehtimal var. Bizim vaxtımızda məktəbdə idman dərsində idman öncəsi isinmə hərəkətləri eləyirdik. İndi yoqada da var o hissələri, streç hərəkətləri 5 dəqiqə ayağa qalxıb, bütün qan dövranını artırmaqdan ötürü streç hərəkətləri, dartınma hərəkətləri eləməlidirlər 5 dəqiqə. Kimlər ki, bunu tətbiq edib, sonra geri qayıdanda o xəstələr kontrollara gələndə soruşuram necədir deyə, hələ ondan fayda görmədiyini deyən insan olmayıb. Yəni, hamının işinə yarayır. Kompüter arxasında işləyən həmvətənlərimizə, dostlarımıza tövsiyəm bu olardı. Bu, məndən onlara bir tövsiyə.